İclasın əvvəlində təqsirləndirilən Arkadi Qukasyanın vəkili məhkəməyə müraciət edərək hüquqlarını müdafiə etdiyi şəxsə onun ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin maddələrinin rus dilinə tərcümə olunmuş nümunəsinin verilməsini xahiş etdi. Hakim Zeynal Ağayev məhkəmənin bunu nəzərə alacağını dedi. Ardınca təqsirləndirilən David İşxanyan məhkəməyə müraciət edərək cinayət işi materiallarında olan qondarma rejimin dırnaqarası ordusunun qərargah rəisi general-mayor Kamu Vardanyanın Azərbaycanın yaşayış məntəqələrinin atəşlər açaraq məhv edilməsi barədə 2020-ci il 25 sentyabr tarixli 0671 nömrəli məxfi əmrinin surətinin verilməsini xahiş etdi. İclasa sədrlik edən Zeynal Ağayev hazırda sənədlərin tədqiqinin aparıldığını, eyni zamanda həmin sənədin surətinin təqsirləndirilən şəxslərə verilən planşetlərdə olduğunu, həmçinin sənədlərin çap olunmuş variantlarının təqsirləndirilən şəxslərin vəkillərinə təqdim ediləcəyini dedi. Sonra zərər çəkmiş İlham Məmmədov təqsirləndirilən Lyobomnonyanın suallarını cavablandırdı. Qeyd edək ki, zərər çəkən ötən iclasların birində Lyobomnonyanın vəsatəti ilə prosesə dəvət olunmuş və ifadə vermişdi. Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək İlham Məmmədova sualları olduğu üçün zərər çəkmişin yenidən prosesə çağırılmasını xahiş etmişdi. Xatırladaq ki, əvvəlki məhkəmə proseslərinin birində dindirilən zaman İlham Məmmədov ifadə verərək bildirmişdi ki, Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri əsir götürüldükdən sonra onunla qeyri-insani, qəddarcasına davranmış, onlar tərəfindən pis rəftara məruz qalmış, döyülmüş və ona müxtəlif işgəncələr vermişdi. İlham Məmmədov Lyobomnonyanın sualına cavabda dedi ki, o 2002-ci il mayın 10-da hərbi hissənin qərargahından xidmət etdiyi posta qaydanda dumanlı havada yolu azıb və Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən əsir götürülüb. Siz nəyə görə əlillik dərəcəsi almısınız sualını isə əsirlikdə döyülüb işgəncələrə məruz qalmışam deyə cavab verdi. Sizə əsirlikdə 3-cü dövlətə getmək təklif olunub sualına cavabda isə zərər çəkən olunub və mən buna razılıq verməmişəm dedi. Lyobomnonyan dövlət ittihamçısı Fuad Musayevin əgər bu zərər çəkəni tanımırsınızsa, onun olduğu yerdə nə baş verdiyini siz hardan bilirsiniz sualından yayınan Lyobomnonyan bu barədə çıxışında danışacağını dedi. Qeyd edək ki, Lyobomnonyan ötən iclasda dövlət ittihamını müdafiə edən prokurorun suallarına cavabında həmin vaxt əsir düşmüş Azərbaycanlının İlham Məmmədov olub-olmadığını bilmədiyini və onu tanımadığını bildirmişdi. Təqsirləndirilən David Manukyanın sualına cavabda isə zərər çəkən dedi ki, onun sağlamlığına zərər əsir götürüldükdən sonra vaxtilə işğal altında olan torpaqlarda saxlanılan zaman vurulub. Daha sonra iclas iş üzrə keçən sənədlərin elan olunması ilə davam etdirildi. İbtidai istintaq materiallarında qeyd olunur ki, Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmuş Azərbaycanın suveren ərazilərində ölkənin təsərrüfat subyektlərinin iqtisadi fəaliyyəti tamamilə dayanıb və bölgənin iqtisadi resursları işğalçı dövlət tərəfindən qanunsuz istismar edilib. Ermənistan bu istiqamətdə qanunsuz əməllərini həm də Azərbaycanın təbii resursları üzərində istismar hüquqlarını xarici şirkətlərə satmaq yolu ilə də həyata keçirib. İclasda Ermənistanın Azərbaycan dövlətinə və ayrı-ayrı şəxslərə vurduğu ziyana, təbii və maddi sərvətlərimizin talan olunmasına, mədəni, tarixi abidələrin məhvinə, mülki obyektlərin dağıdılmasına dair sənədlər elan olundu. İbtidai istintaq materiallarında qeyd edilir ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycanın mineral xalmal ehtiyatlarını, o cümlədən filiz və qeyri-filiz yataqlarını qanunsuz istismar edib. Həmçinin bütün növ yeraltı su ehtiyatlarından qanunsuz istifadə olunub. Azərbaycana məxsus su elektrik stansiyaları işğalçı qüvvələr tərəfindən qeyri-qanuni şəkildə heç bir ekoloji qaydaya əməl olunmadan istismar edilib. Bununla yanaşı, tikilməkdə olan elektrik stansiyalarının tamamlanması mümkün olmayıb. Nəticədə Azərbaycan hidroenerji istehsalı sahəsində böyük iqtisadi itkələrə məruz qalıb. İbtidai istintaq materiallarında göstərilir ki, Ermənistanın hərbi təcavüzü zamanı işğal edilmiş Azərbaycan ərazilərində 100 minlərlə mina bastırılıb. İstintaq materiallarına əsasən vaxtilə işğal edilmiş suveren ərazilərimizin bir qismi mina və digər partlamamış hərbi sursatlarla çirkləndirilib. İşğal dövründə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında meşə fondu sahəsinin sıx meşə ilə örtülü böyük hissəsi məhv edilib. Kənd təsərrüfat təyinatlı torpaqlara vurulmuş zərərin qiymətləndirilməsi aparılarkən, işğal dövründə dağılmaya məruz qalmış torpaqların Azərkosmosdan əldə edilmiş peyk təsvirləri əsasında vektorlaşması aparılmaqla ümumi sahəsi müəyyənləşib.
cinayətkar birliyin tərkibində yaradılmış və fəaliyyət göstərən silahlı birləşmələrə dair məlumatların əldə edilməsi ilə bağlı sosial informasiya resurslarına keçirilmiş baxış zamanı müəyyən olunub ki, Yerkrapa, yəni Könüllülər dəstəsi Ermənistanın ilk qanunsuz silahlı dəstələrindən biri olub. Keçmiş hərbçilərdən və könüllülərdən ibarət olan təşkilat 1-ci Qarabağ müharibəsində Şuşa, Laçın, Ağdərə, Kəlbəcər, Füzuli və Cəbrayılda aparılan döyüşlərdə xüsusi fəal rol oynayıb. Təşkilat Ermənistanın müdafiə naziri olmuş Vazgen Sarkisyan tərəfindən qurulub. İbtidai istintaq zamanı Xaçlılar, Muş, Arabo, Şuşi və digər qanunsuz silahlı dəstələrin cinayət əməllərinə, onların Azərbaycanın ərazilərinin işğalı zamanı hansı döyüş əməliyyatlarında iştirak etdiyinə, təşkilatçılarına və rəhbərlərinə dair məlumatlar toplanıb. Məlum olur ki, 1990-cı ildə yaradılan Şuşi qanunsuz silahlı dəstəsinin rəhbəri sonralar qondarma rejimin dırnaqarası müdafiə nazirinin müavini təyin edilən Vitali Balasanyan olub. İstintaq zamanı toplanmış materiallarda qeyd olunur ki, İkinci Dünya müharibəsindən sonraki illərdə ermənilərin qeyri-formal şəbəkəsi yaradılıb. Şəbəkənin mərkəzi fiqurlarından biri İqor Muradyan olub. O, qadağan edilmiş radikal millətçi Daşnak Sütun Partiyasının üzvləri, onların xaricdəki və İrəvandakı gizli bölmələri ilə əlaqədə olub. Onlardan hətta silah-sursat da alıb. Həmin silahlar ilk olaraq Qarabağa göndərilib və bütün təşkilatlar silahlanıb. Məhkəmə prosesi oktyabrın 17-sində davam etdiriləcək. Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal Ramazanov və Anar Rzayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında zərər çəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyə əsasında, eləcə də ciddi nəzarət altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Robert Köçəryan, Serj Sarkisyan, Vazgen Manukyan, Vazgen Sarkisyan, Samvel Babayan, Vitali Balasanyan, Zori Balayan, Seyran Ohanyan, Arşavir Qaramyan, Monte Melkonyan və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözü gedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 nəfər erməni əsilli təqsirləndirilən şəxs ittiham edilir.